Tam 28 yaşında babam. Benim balamız toyda hoş geldin. Güzel, toysuz ferdi. Akşine kurban olan ferdi. Havuz hoş geldiniz. Benim balamız hoş. O bu günü o gün de sebresini gözleyip giderdim ama 28 yaşında nişanlandım. Hamsınız arzuları yarım kalmış. O canlarla, o taban canlarla öt canım bu. Ölmeyen canım bu. Öyle bilmeyen canım bu. Öyle bilmeyen canım bu. Sana yazık. Şurada şu analar gelip bana sen toy gülleri öcetirler. Ömrüm kurban. Arzuları yarım kalan bana. Ömrüyle de teselli tamam. Ay baba. Gözlerimiz kör oldu ay baba. İrem bala oradan yere gelen de ana bacaklardı. Ana dek aktardı bana. Yüreğimden derim bana. Ne çeşit ay baba. Anaysa gelebilmedi galiba. Arzuları yarım kalan balalarım. Vay balalarım. Ben bilmem şeytan aları neler seçilmesi. Hiç kim bizim gibi başa düşebilir. Çünkü doğru burada ne elimin tadır ne yağımın tadır. Diri diri yanırım. Günde yüzüne diyelim ölürü cöllüğü diriliği ama öyle bilmiyorum. Ölürü diriliği öyle bilmiyorum. Arzuları yazın. Çünkü ne tort pişirmedim ne de dekor getirmedim. Dedim çünkü yüreğim korktu ya. Çünkü demişti 28 yaşımda ben öğreneceğim. Ben dedim o korsam dedim. Bağrım çarptı, onsuzlam çarptı.
Hiç neyine teselli tapabilmiyorum bile bazen. Hiç neyine. Burada bey durgusun, bey otağı ben söylüyorum. Şekillere yalvarırım. Şekillere yalvarırım. Şekillerden düğünük balamı sarım. Şekilden bala olmaz, şekilden oğul olmaz. Şekilden oğul olmaz, taştan bala olmaz. Bizi kara taşlara yalvaran, yalvarsıran o balalara öp canım. Balalara gözlerim. Söyledim ama sandın derdim. Hele şu abi söndürem balalara. Derdinize kurban, yaralı neyse. O yaralı neyse, yarasını bilmediğiniz balalara kurban. Sana bala deyirəm, oğul deyirəm. Bala deyirəm, dam deyirəm. Hər səhər açanda deyirəm, ağlaram ağlar kimi bala, dərdim var dağlar kimi. Dağlar dözməz bu dərdə oğul. Dağlar da dözməz bu dərdə, bu ağalarımız dözür bala, hələ yolunuzu göstərir. Gündüz gəlləm yalvarıram, bu taşa gedirəm, deyirəm bala dur ayağa, ne olur bala. Sen ne söz verdin ki baba, 28 yaşımda nişanlanacağım. Birbirinden güzel balalar. Sekiz para sen. Siz de beri gelin. Burada bir şey için. Bir çıkalım şöyle. Bir çıkalım. Sen şaşır saçta yoksa video. Video. Aşağıda kolay gelsin. Buna bak ya, sağ olsun Gönderdim. Polisler bu Bir tane icazə verin. Polisler gerçek günlerim. Bak, her datalar dur orada. Ya baba. Biraz kötü yapacağız. Canım durun orada. Limon. İtibaren mi biraz Ya bunun tane oluyor. Limon kaçmada karım. Allah. Götürdün abla. Abi çöpmede ha. Devamı geri yapıyor. Seyre de çever. Seyre de çever. Yar yar çever. sen şarkılara şarap yaratırsın. Polisler cumhurbaşkanı seçiyor. Ses veren de seçiyor. Gayretini her mekamda duyurdu. Cephelerde canı kanla duyurdu. Ben de biliyorum. Ben iyiyim. Bu vatani İnanma. Allah razı olsun. Allah rahmet eylesin. Allah olsun. Bizim olmuşlar. Kimin gülü var ya. Ona da razı olsun. Sen çekiyorlar da. Çok bana da. Ben canım.
Mustafa. Polisler geldi. Hayır Mustafa. Evet tamam. Hayır tamam. Allah rahmet eylesin. Sen yeri de işte Faik'in o tarafında dur. Müəyyən səbəblərə görə buradan götürmək olur, onlar qarşı. Allah belə olsun. Ha siz çıkın. Canlar Eləcə də daim rəhbər yadımdan salam verirəm. Allah Bu günləri məlumat üçün bildirim ki, 2023-cü ildə antiterror əməliyyatlarında şəhid olmuş Sabirabadımızın Ulacalı kəndindən olan polis nəfəri Muradov Əzizbəy Etibaroğlu'nun doğum günüdür. Bu münasibətlə yığışmışıq və bugünkü tədbirimiz də buna görədir və tədbirimizi həmişə olduğu kimi adəti üzrə bizim dövlət himni, Azərbaycanın dövlət himni ilə başlayırıq və eləcə də eyni zamanda da biz müqəddəs şəhidlərimizin əziz xatirəsini sükutla yad edirik.
Allah rəhmət eylesin. Allah qəbul etsin, Allah təbii şəhidlərimizə rəhmət eləsin və bizim bu müqəddəs himnimizi hər zaman Allah Taala həmişə ucalarda səsləndirsin inşallah. Əziz tədbir iştirakçıları, yəni məlumdur bizim bilirik ki, bu birinci nə də sonuncu tədbirimiz deyil. Bizim müqəddəs şəhidlərimizi hər an anırıq. Mən Qarabağ Müharibə Veteranları Təşkilatının rəhbər kimi biz 2000-ci illərdə də 1-ci Qarabağ şəhidlərinin hər zaman şəhidlərin tədbirlərini keçirmişik. Ərazisindən asılı olmayaraq uzaq, yaxın kəndlərdə, eləcə də bu kənddə biz yəqin ki, o vaxtdan qalan müəllimlərimiz bilir. Allah rəhmət eləsin, Rəşid müəllimin dövründə biz 2 dəfə məktəbdə bu ərazi nümayəndələri üzrə bütün şəhidlərin tədbirlərini keçirmişik. Yəni bizim burada bizim 1-ci Qarabağ şəhidlərimiz də uyuyur. Allah cəmisinə rəhmət eləsin və mən həmişə deyirəm, 1-ci Qarabağ şəhidləri, döyüşçüləri, qəhrəmanlarımız bizim qalan torpaqlarımızı o çətin dövrdə qoruyub saxlamağı bacardılar. Amma təəssüflər olsun ki, uzun illər ötəndən sonra, yəni biz artıq bütün beynəlxalq aləmdə bizə xarici ölkələrdə bilirsiniz ki, erməni düşmənlərimiz bizim millətə yuxarıdan aşağı baxırdı və s. Hər detalları demirəm, amma çox Allaha şükürlər olsun ki, 20-ci ildə başlanmış Vətən müharibəsində biz o böyük qələbəyə nail olduq. O da təbii ki, cənab Ali Başkomandanın həm prezident kimi, həm Ali Başkomandan kimi apardığı daxili və xarici siyasətin uğurlu, hərbi siyasətin uğurlu nəticəsi idi. Biz 90-cı illərə nisbətdə ordumuz çox güclü bir orduya malik idi və bu ordu ilə də biz eyni zamanda qəhrəman oğullarımızın, şəhidlərimizin, qazilərimizin qanı bahasına biz o müqəddəs qələbəyə nail olduq. Və sonradan bilirsiniz ki, bəzi məsələlər, onlar o artıq işğaldan azad olunandan sonra düşmənlərimiz ağ bayraq qaldırdı və 10 noyabrda bilirsiniz ki, 3 tərəfli müqabilə bağlandı və bu müqabilə ilə də düşmənlərimiz təslim oldular və torpaqlarımızın qalan hissəsini yavaş-yavaş öz xoşu ilə ordunu çıxartdılar
Və sonradan da bəzi məsələlər qaldı, suallar qaldı. Bəs Xocalı necə oldu, Xankəndi necə oldu falan. Və bu məsələdə cənab prezidentimiz o lazım olan məqamda, anda, gündə o yəni 23-cü ilin sentyabrın 19-undan 20-sinə keçən gecə o həmən əməliyyat başladı. Ümumiyyətlə Respublika səviyyəsində bir 100-ə yaxın bizim şəhidimiz oldu. Sabirabad rayonundan da 2 nəfər şəhidimiz oldu. Biri bizim balamız, Əzbəy balamız oldu, hansı ki bugün tədbirinə yığışmışıq. Biri də Qaraqaşlı kəndimizdən olan Qasım balamız, Bilalın oğlu Qasım balamızdır. Məmməd Həsənov Qasım Bilal oğludur. Allah cəmsinə rəhmət eləsin. Və o antiterror əməliyyatı ilə də bütün ərazimiz işğaldan azad olundu və Azərbaycanımızın suverenliyi tamamilə bərpa olundu. Yenə deyirəm, bu döyüşçülərin, bu şəhidlərimizin, qazilərimizin qanı bahasına başa gəldi. Bu elə belə qələbə qazanılmır da, bunu bilmək lazımdır. Yəni, həm bizim şəhidlərimiz istər antiterror, ondan əvvəl 20-ci ilin müharibəsində şəhidlərimiz, bütün şəhidlərimizin qanını, intiqamını aldılar, qanını yerdən götürdülər. Və bir məlumat da verib, keçən dəfə də demişdim burada, yəni bizim ilk şəhidimiz də, Sabirabadın ilk şəhidi də polis nəfəri olub. Yəni bu hamı bilsin, polis nəfərləri də bilsin, ola bilsin, təzə işçilər gəlib. Bizim Səmədov Əhməd ağa Aslanoğlu bilirsiniz ki, Səmədov Əhməd ağa bilirsiniz ki, Narlıq kəndindəndir əslən, amma ailəsi rayonda yaşayır. O ilk şəhidimizdir, 91-ci ilin oktyabrında şəhid olub. Son şəhidimiz də bu Əzbəy balamızdır ki, o da polis nəfəridir. O da bir qəribə hadisədir, qəribə bir təsadüfdür. Biz Əhməd ağanın da tədbirini 3 dəfə mən polis şöbəsində, polis rəislərinin, ayrı-ayrı rəislərin dövründə polis əməkdaşları ilə bircə keçirmişik. Və məlumdur ki, 23-cü ildən bəri də biz həm anım günün, həm doğum günün Əzbəy balamızı da keçirdirik. Bu da borcumuzdur, bütün vətəndaşlarımızın, bütün elin, obanın borcudur ki, şəhidlərimizə həmişə dəyər versin, qiymət versin. Kim ki şəhidinə qiymət verir, o deməli vətənini də sevir, vətənpərvərdir. Əgər vətənini sevmirsə, o şəhidinə də qiymət verməyəcək. Bəlkə üzdən yalandan nəyənsə xatırına, amma qəlbən o mümkün deyil. Ona görə bunlar iki anlam birbiri ilə bağlıdır. Vətənini sevən şəhidini sevəcək, hətta döyüşçüsünü sevəcək, şəhidini də sevən vətəni sevəcək. Bu belədir. Mənim fikrimdir bu. Allah sizləri var eləsin, bir daha deyirəm, gələn ayaqlarınız var olsun. Bizim deməyə sözümüz çoxdur, bəlkə də saatlarla danışarıq. Çünki özüm, yəni Etibar qardaşım gözəl bilir, bizim döyüşçü qardaşlarımız bilir. Mən özüm 3 ilə yaxın döyüşlərdə iştirak eləmişəm, ağır yaralanmışam, komada olmuşam. Müalicəm qutarmamış, təzədən qayıtmışam, ta ki dövlət özü tərxis edincə. Yəni 28 ildən artıqdır ki, bu təşkilata rəhbəri elədiyi dövrdə də bu insanlarla, bu kateqoriyadan olan insanlarla ünsiyyətdə olmuşam. Ona görə də şəxsən mənim sözüm çoxdur. Hər bir insan haqqında, hər bir döyüşçü haqqında saatlarla danışmaq olar, vətənpərvərlikdən və s. Bizim sayısız hesabsız bu illər ərzində, yəni 28 il ərzində məktəblilərlə görüşlərimiz olub. Son 5 ildən də bəri bizim yeni şəhidlərimizin valideynləri buna şahiddirlər ki, biz hər zaman bu tədbirlərdə iştirak edirik və özümüzə də bunu borc bilirik. Allah cəmi şəhidlərimizə də rəhmət eləsin. Bizim təsəllimiz var. Bizim əsasən də şəhid valideynlərinin təsəllisi budur ki, onlar ki, uğrunda canlarını qurban verdilər, o amala, o məqsədə nail olundu. Yəni, torpaqlarımız işğaldan azad olundu və bayaq dedim, şəhidlərimizin qanı yerdən götürüldü. Bəlkə də 200 ildən artıq olan şəhidlərimizin qanı yerdən götürüldü. Və təsəllimiz elə budur, bundan sonra da budur ki, onlar cənnətdədir, bunu Allah deyir, bunu Allah əgər Quranında deyirsə, başqa suala ehtiyac yoxdur. Onlar
şəhidlər sərvəri İmam Hüseyn ağanın yanında qonaqdılar. Buna biz tam əminik, tam əminik. Və bu gün də Əziz bəy balamızın mövludu elə bir günə təsadüf olub ki, bu gün bilirsiniz ki, bizim 12-ci imamımızın, İmam Mehdi Sahibə Zaman ağanın mövlududur, üst-üstə düşür. Yəni bu da bir gözəl bir gündür, mövlud günüdür. Hər birinizin bayramımız mübarək olsun. Biz arzu edirik ki, ağanın gəlişi tez olsun, o ağanın zühurunu biz hamımız görək, bizə qismət olsun inşallah. İndi çıxışlara başlamaq istəyirəm və adəti üzrə yenə şəhid valideynlərindən istəyirəm başlayaq. Etibar qardaşım axırda sözü deyəcək. Bilmirəm, deyəsən İxtiyar qardaşım gəldi də. İlk olaraq bizim Surra kəndindən olan Bəxtiyar balamızın atası İxtiyar qardaşıma söz vermək istəyirəm. Buyursun. Sonra da bax kimin, yəni proqramdan kənardır bu, bizim sərbəst, çox səmimi bir tədbirdir. Kim ürək istəsə danışa bilər. Əvvəla hər kəs salamlayıram. Başda qəhrəman şəhid analarımız, şəhid atalarımız, qazilərimiz olmaqla. Yaxından uzaqdan gələn bütün qonaqlarımızı salamlayıram. Qaniyaqlarınız var olsun. Çox sağ olun ki, bizləri, Etibar qardaşımızı, anamızı tək qoymadınız. Polislərimizi salamlayıram. Sağ olsunlar. Kim ki şəhidinə, şəhidinin valideyninə, vətəninə, dövlətinə, torpağına dəyər verir. Allah da inşallah o dəyər verər. Bu günləri Əzbəy balamızın cənnətdə dəyişməyən mövzudur. Allah ruhunu şad eləsin. Fatma anamıza, Etibar qardaşımıza, qardaşlarına, yaxınlarına Allah'tan uzun ömür, can sağlığı arzulayıram. Düzdür, biz bu acını yetərincə çəkdik. Bu müharibənin acısın, əziyyətin bizdən qabaqda görmüşdülər illərlə. Faiq qardaşımız Allah'ın canı sağ etsin. Onun timsalında şəhidlərimiz, qazilərimiz əziyyət çəkmişdilər, döyüşmüşdülər. Şəhadətə yüksələn, şəhidlik zirvəsinə yüksəlmişdi, qazi olmuşdular. Onlar illərdir onun acısını, əziyyətini çəkmişdilər. Bu bizə də nəsib oldu. Çox şükürlər olsun ki, xalqımızın igid oğullarının sayəsində məlum məsələdir ki, Ali Başkomandanın rəhbərliyi, komandanın altında biz zəfər çaldıq, biz qalib gəldik. Bizim təsəllimiz ancaq qalibiyyətimizdir. Düzdür, bala itkisi bizim qəlbimizdə, hər bir valideynin qəlbində ölüncə bu yaşayacaq bu ağır acı. Onu əvəz edən heç bir şey ola bilməz. Heç bir sevinç, heç bir var dövlət bu bala itkisin əvəz edə bilməz. Yine də təsəllimiz bu bizim azadlığımızdır, bu bizim qalibiyyətimizdir, bu bizim zəfərimizdir. Çox şükürlər olsun. Allah bir daha müharibə qismət eləməsin. Allah dövlətçiliyimizi, dövlətimizi qorusun. Ali Başkomandamızı qorusun. Bayrağımız həmişə uca olsun. Ordumuzu qorusun. Keşimiz çəkən əskərlərimizi, ordumuzu qorusun. Allah xalqımızın qeyrətli oğullarını qorusun. Vətənin, torpağın, millətin sevən oğullarını qorusun. Ən başda Allah bu qəhrəman şəhidlərimizin valideynlərini qorusun, anaların, ataların qorusun. Onlara hər birinə çox sağ ol deyib qarşılarına baş əyilən analar. Ana müqəddəsdir, bəli, ən müqəddəsi də məhz sizlərsiniz. Bizim qəhrəman şəhidlərimizin qəhrəman analarıdır. Həmən o qəhrəmanları ümlər gətirib böyüdən məhz bu analar. Allah sizlərə sağlam ömür versin. Sizlərin bu vətəndə yaşamağa, sevilməyə haqqınız var. Həmişə bir daha göz yaşlı sevincdən olsun. Allah həmişə sizi sevindirsin, yerdə qalan balalarınızdan, nəvələrinizdən sevinəsiniz. Allah ölkəmizə müharibə qismət eləməsin, millətimizə müharibə qismət eləməsin. Qazilərimizə Allah'tan şəfa, can sağlığı arzulayıram. Allah rəhmət, Bütün Azərbaycan millətinə həmişə xoş gün, xoş güzərin arzulayıram. Çox sağ olun, var olun, gələnəyiniz var olsun. Sağ olun. İxtiyar qardaşım, minnətdarlıq.
şəhid valideynlərindən yenə deyirəm, kim Bakıda istəyirsə, bizim burada yəni başqa rayondan, şəhərdən, Sumqayıtdan, Bakıdan gələn valideynləri də iştirak edir. Onlara da xoş gəlmisiniz deyirik. Gələn ayaqlarınız var olsun. Bir daha polislərimizə də təşəkkür edirik. Gələn ayaqlarınız var olsun. Bizim məktəb kollektivi buradadır. Bizim Şirvan şəhərindən əziz Qazi qardaşımız gəlib. Qarabağ əllərinə qayğı cəmiyyətinin sədri Akşin qardaşım buradadır. Rayonumuzdan olan həmən təşkilatın sədri Şahin qardaşımız buradadır. Onların qardaşları, dostlar, döyüş yoldaşları buradadır. Hər birinizi salam edirəm. Xoş gəlmisiniz. Saatlıdan olan sədrimiz buradadır, qardaşımız. Var olasınız Nuruş qardaş. Allah sizləri var eləsin. Hər bir demək olmur. Yəni hər bir burada vaxtını sərf edib burada iştirak edənlərə həm öz adımdan, həm rayonumuzun bütün döyüşçüləri adından, həm də ailə adından minnətdarlığımızı bildiririk. Bir daha şəhid valideynlərinə söz verirəm. Əgər Oqtay əmi danışmaq istəyirsən buyur. Kim ürəyi istəyirsə bizim Hacı Rüfət qardaşımız buradadır. Ona da söz veriləcək. Hamınızı salamlayıram. Allah Əzbəy balamızın yerini cənnət məkan eləsin. Allah o ağam Hüseynə bağışlasın. Allah cəmi şəhidlərə rəhmət eləsin. Burada oturan şəhid analarını salamlayıram. Polislərimizi salamlayıram. Cəmiyyət tədbirə yığışanları salamlayıram. Allah bu polislərimizi əskik eləməsin. Bizi qoruyan saldatlar var. Zəhmət çəkib gecə gündüz keşikdə durublar. Bizi qoruyurlar. Allah onları qorusun. Bir şey demək istəyirəm. Bu günləri İmam Zaman ağamın deyirsən, Mövlud günü. Allah İmam Hüseyin ağama xatir, İmam Zaman ağama xatir elimizə, obamıza müharibə göstərməsin. Heç bir ailəyə Allah sınıqlı görkəzməsin. Ölkəmizi firavanlıqla yaşatsın. Allah prezidentimizi qorğulasın. Bizə kömək olan insanlar var. Allah onlara kömək olsun. Elimizi, obamızı, xalqımızı qorğulayanları qorğulasın. Allah elimizi, obamızı aclıqla, susuzluqla, müharibə ilə bir də imtihan eləməsin. Sağ olun, mən bunu demək istəyirdim ki, Allah yenə də deyirəm, Əzbəy balama o dünyasını versin. Şəhiddir. Şəhidin yeri onsuz da cənnət. Quranda da yazır, hər nətərdir, qurbanım Allah, Allahın göndərdiyi müqəddəs kitabda da yazır ki, şəhid ən müqəddəsdir. Biz də bu dünyada müvəqqəti yaşayan insanlar olsun. Allah'a şükür olsun ki, torpaqlarımızı o insanlar aldılar, bizim baralarımız aldı. Allah onların o dünyasını versin. Ağam Hüseynə bağışlasın onları. Allah cəmsini, Azərbaycan xalqının şəhidlərinə rəhmət eləsin. Qalanlarına salamat eləsin. Hər bir qapıya Allah şadlıqlar qismət eləsin. Çox sağ ol Kərbəlayı, çox sağ ol. Əgər bizim əziz qonaqlarımızdan, şəhid valideynlərindən, qonaq gələnlərdən söz demək istəyənlər varsa, özləri buyursun. Kimdə fərqi yoxdur, analardan olsun, atalardan olsun. Yox, əgər yoxdursa, onda biz, mən bilirəm, bizim şəhid atalarından burada çıxış eləmək istəyənlər yoxdur. Yoxdursa, yaxşı. Hacı, buyurun zəhmət olmasa. Hacı Rüfət qardaş. Hocamız, bizim əzlimiz, dostumuz, şəhidləri heç vaxt unutmayan, vətənpərvər qardaşımız. Buyur. Bismillahirrahmanirrahim. Allah'ın salamı, rəhməti, bərəkəti üzərimizə olsun. Çox sağ olun Faik müəllim. Sizə də rayonumuzun adına təşəkkür edirik, minnətdarıq. Biz də gələn qonaqlarımızın adından cəmi şəhidlərimizin valideynlərinə, Etibar qardaşıma, anamıza can sağlığı, uzun ömür arzu edirik. Bu yaradan Azərbaycanın suverenliyi, vətəni, bayrağı uğrunda canlarından keçən cəmi şəhidlərimizə rəhmət eyləsin. Qazilərimizə, xalqımıza can sağlığı versin. Allah Teala ordumuzu suda, havada, torpaqda müzəffər eyləsin. Bizim asayişimizi qoruyan polislərimiz Rəbbim öz pənahında qorusun. Əziz qardaşım, mən elə bilirəm ki, mən bundan sonraki ömrümü şəhidlərimizə borçluyam. Çünki bizim ərazi bütünlüyümüzü bərpa elədilər. Başda möhtərəm prezidentimizə, xalqımıza can sağlığı arzu edirəm.
ulu önderimize, şehitlerimize Allah'tan gani rahmet arzu dilek eyleyirəm. Allah Teala her birinizden razı olsun. Allah Teala bundan sonra bütün heyetlere toy kısmet eylesin. Allah Teala sizlere uzun ömür versin, sabır versin. Şehitlerimizin valideynler karşısında baş eğrem, şehitlerimizin ruhlar karşısında baş eğrem, gazilerimizin karşısında baş eğrem. Bizim Ezbey kardeşimiz hem gaziydi hem de şehit oldu. Birçok şehitlerimiz belədir. Onlar diridirler əzizlərimiz. Allah Teala Kur'an-ı Kerim'de onlar diridirler. Siz idrak etmirsiniz. Aslında şehitler həmişə diridir. Bizim kalbimizde de diridir. Allah dergahında da diridir. Onlar vırılanda yok, unutulanda öler. Aslında onları unutsak biz ölmüş olarız. Onlar yok. Allah cemi şehitlerimize rahmet etsin. Rabbim ziyaretlerinizi kabul eylesin. Çok sağ ol Hacı. Allah sizden razı olsun. İndi də biz şəhid analarına söz verək, elə qoy qısa da olsa bir-bir özlərini təqdim hansı şəhidin anasıdırlar, onlar bir-bir qoy desinlər. Buyurun. Senin mamasıyam. Allah seni şehitlerimize rahmet etsin, yerleri cennet. Ben de Sabra Rayon'un Azal kendine şehit Akşener Ayıb'ın anısıyam. Bu günleri eski balamızın mevluduna yetişmişik. Cennetteki mevludun mübarek olsun diyelim. Biz növbəndə hər kəs salamlayıram. Allah aliyə səbir dözüm versin. Mən Haskabur rayonu şəhid Kaptan Sultanov xəlifəliyinin qazısı olan iştirak edirəm. Antiterror şəhidi. Allah bütün şəhid ailələrinə səbir dözüm versin. Bütün tədbir iştirakçılarını salamlayıram. Mən də Haskabur rayonundan gəlmişəm. Antiterror şəhidi, xüsusi təyinatlı komanda şəhidi Etibar Günaləliyevin anasıyam. Bu günləri biz Əziz bəy balamızın cənnətdəki mövlud tədbirinə yığışmışıq. Ataya, anaya səbir diləyirəm. Bütün şəhid valideynlərinə, yaxınlarına səbir diləyirəm. Buradan şəhidimizə səslənirəm. Səslənirəm ona görə ki, şəhidlər ölmür. Cənnətdəki mövludun mübarək şəhidim. Ruhun şad olsun. Mən də şəhid Əliyev Heydərin anasıyam. Allah bu şəhidimizin atasına, anasına dözüm səbir versin. Allah yerin məkanı cənnət eləsin, ruhunu şad eləsin. Ben de Sabirabad rayonunda Zengin kendi Məmmədov İsmail'in anasıyam Şüşə Fatihəsi. Allah Fatma bacıma, qardaşa, uman səbir versin. Mövludu mübarək şəhid. Ben de Kuleyev'in, Sıtyanatlı Kuleyev Akşener'in anasıyam. Allah Etibar kardeşa, Fatma bacıya səbir versin. Mən də Sabirabad rayonunun Əçələr kəndi, xüsusi təyinatlı Tağıyev Fatma anasıyam. Mən də Fatma bacıma Kənardan çəkin. Allah şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Məkanları uca olsun hər zaman. Mən də hər kəsi salamlayıram. Sabahınız xeyir olsun deyirəm. Mən Moranlı kəndindən, Sabirabadın Moranlı kəndindən şəhid Ağa Hüseynin anasıyam. Fatıma bacım, Etibar qardaş, Allah sizə səbir versin. Balamızın mövludu mübarək olsun. Sabirabad rayonunun Əhmədabad kəndindən Muradova İlxanın anasıyam. Allah şəhidlərimizə rəhmət eləsin. Məkamlar uca olsun, mövlüdü mübarək olsun. Mən də Qəzli kəndinə gəlmişəm. Şəhid Rızayev İlxan müəllimin anasıyam. Bu günləri Əzbəy balamızın mövlududur. Allah balamızın anasına, atasına, yaxınlarına Allah səbir versin. Cəmi şəhidlərimizə, ailələrinə Allah da səbir versin.
Ben Hüseyin Fəridin anasıyam, şəhidimizin. Bugün bura yığışmaq səbəbimiz Əzbəy balamızın cənnətdəki mövlududur. Cənnətin mübarək deyirəm. Əziz bala, cənnətin mübarək deyirəm. Körpə bala, cənnətin mübarək deyirəm. Dünyalısından doymayan arzulu bala. Allah etibar qardaşa, Fatma bacıya səbir, dözüm versin. Allah bütün şəhidlərimə məkanı cənnət, ruhları şad olsun. Mən bu sözü həmişə bir şuar kimi deyirəm. Şəhidimi sevənləri Allah özü sevsin. Şəhidə qiymət verənləri Allah özü qiymət versin. Bəli, bugün körpə bala itirmişik, bugün toysuz bala itirmişik. Məzarlıqda bəyə çıxardırıq Əzizbəy balamızı. Bəli, nişanəsiz baladır, toysuz baladır. Toy xınası qanla yuğulan baladır. Cəmi körpələrin, cəmi arzuların, cəmi dünyasından doymayan şəhidlərimin, qanla bayrağa bükülüb gələn şəhidlərimin qarşısında mən bir ana kimi, körpə bala itirmiş ana kimi şəhidlərimin qarşısında baş əyirəm. Ruhun şad, məkanın cənnət, İmam yollu bala, İmam Hüseyin qonaq olasınız. Səbrimiz budur. Allah bizə dözüm verib səbrimizi də versin. Bir səbrimiz odur ki, İmam Hüseynin qonaqlarıdır. Ruhu şad olsun, məqamımız uca olsun. Allah biz şəhid analarına bol-bol səbir versin, dözüm versin. Yaşayaq, bu balalarımızı yaşadaq. Çünki dünyasından doymadılar. Çünki o qanlı torpaqlarda şəhid oldular. Zəfəri qazandılar, özləri zəfərə qismət olmadılar. Ruhun şad olsun bala, qarşında baş əyirəm oğul. Mən də Əkbərov Rahilin mamasıyım. Allah bütün şəhidlərin yerin cənnət eləsin, məqamların uca eləsin. Toysuz balaların Allah yerin cənnət eləsin, toyluların da Allah yerin cənnət eləsin. Allah Fatma bacı, etibar qardaş, Allah səbir gücü versin. Allah özü bütün bu analara, atalara səbir versin. Mən Savrat rayonunun Pastbuğan kəndi Daşqının mamasıyım. Allah bütün şəhidlərə rəhmət eləsin. Atasına, anasına səbir versin. Mən Əskərli Aydənizin anasıyam. Mən Faik müəllimin sözünə qüvvət olaraq demək istəyirəm ki, onlar həqiqətən də İmam Hüseynin qonağıdırlar. Mənim qızımın dəfələrlə gördüyü yuxu o qardaşının qəbrinin üstünə gedə bilmir. Getmir, heç getmir. O dəfələrlə yuxuda görür, nurani bir insan ona deyir ki, get qardaşın qəbrini ziyarət elə. Onun qəbri İmam Hüseynin qəbrinin yanındadır. O İmam Hüseyinlə bir yerdə uyuyur. İmam Hüseynin qonağıdır. Mən bunu həqiqətən də sübut olaraq görürəm ki, həqiqətən də balalarımız İmam Hüseynin qonağıdır. İmam Hüseynin qonağı olan Əziz bəyin cənnətdəki dəyişməyən yaşı mübarək olsun. Mən də Mehdi Nüsrətin anasıyam. Allah bütün şəhid analarına, atalarına çoxlu səbir versin, gözün versin. Qardaş bacıya çoxlu səbir versin. Mən də Səynəsi qürbələrin əsgəri Əskərov Firavanın anasıyam. Allah təm şəhidlərimizin məqamı olsun. Bizim biz Əzbəy balamızın cənnətdəki mövluduna yarışmışıq. Cənnətdəki mövludu mübarək deyirəm. Allah etibar qardaşlar, Fatma bacıya səbir dözüm versin. Hər bir şəhid atasına, anasına, bacısına, qardaşına səbir versin. Allah şəhidlərimizin məqamı olsun, yerləri cənnət. Cənnətdəki dəyişməyən mövludu mübarək olsun şəhidim. Allah Fatma bacıya, etibar qardaşa səbir versin. Mən də burada Flora anamız var. Onu da verərdim, ağsaqqalımızdır. Bir kəlmə də danışsın, sonra özüm danışım. Çox sağ olun Fatma bacı. Mən bugün burada olmağıma özümü çox belə baxıram, duyğusal oluram bu polis balalarımıza, bu gözəl balalara, bu 8 nəfər o gözəl balaya ki, hansı ki biri-birindən seçilməyən. Mən bura Şövqü anı ilə Bakıdan gəlmişəm. Mən də 1993-cü ildə
Ağdamın Şelli kəndində 18 yaşında şəhid olan, institutunu yarım qoyan, öz xoşu ilə əskərliyə gedən 18 yaşlı Əliyev İrşadın anasıyam. Mən bu yaranı 33 ildir çəkirəm. Mən bilirəm siz nələr çəkirsiniz. Mənə çox ağırdır bugün burada iştirak eləmək. Ancaq bir yandan da baxıram, sevinirəm ki, nə yaxşı ki dövlətimiz var, nə yaxşı ki belə bir dövlətdə yaşayırıq. Şəhidlərimizə qiymət verilir, şəhidlərimiz sayılır. Allah bizim bütün şəhidlərimizin məqamını uca eləsin, ruhlarını şad eləsin. Burada olan bütün analara, hamısına can sağlığı versin. Mən həmişə bir dənə söz deyirəm. Deyirəm ki, analar yaşayaq ki, onları yaşadaq. Öz əməlimizlə, öz tədbirlərimizlə, Fatma ana, bax belə gözəl keçən tədbirlərimizlə biz balalarımızı yaşadaq. Allah yenə də bütün şəhidləri rəhmət eləsin, sizlərə can sağlığı versin, səbir dözüm versin. Şövqana, sizə də çox sağ ol deyirəm ki, nə yaxşı ki, məni bu gözəl bir ailə ilə tanış elədiniz, həm də mən bugün burada iştirak elədim. Çox sağ ol. Var olsun. Danışırsınız. Acqabul rayonunun Meyliman kəndindən gəlmişəm. 4 günlük müharibənin şəhidi Yaqubov Ümmətin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gözəl balanın da ruhu şad eləsin. Anasına, atasına çoxlu səbir versin inşallah. Acqabul rayonundan gəlmişəm. Zeynəb Nizzatın söz məramında gizli Nizzatın anasıyam. Mən Fatma Badiyə, Etibar qardaşa səbir diləyirəm. Allah balamın yerini cənnət məkan eləsin, ruhunu şad eləsin. Bütün analara Allah səbir versin, atalara səbir versin, qazilərə can sağlığı versin. Çox sağ olun sözüm. Mən burada olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Şəhid anaları, ataları, bizim rayonumuzun polislərinə, Çevik alayının polislərinə öz təşəkkürümü bildirirəm. Kəndimizin cəmaatına, elimizə, obamıza, məktəbimizə, xüsusən Arif müəllimə, Sara müəllimə çox sağ olun, var olun. Vaxtınızı ayırıb gəldiyinizə görə. Mən buradan Seyfinin anası buradadır, Xəzərin anası buradadır. Naxçıvandan o boyda yolu qət eləyib gələn Ələskərimizin anası Tabat bacım buradadır. Sumqayıtdan Gülaya bacım buradadır. Bakıdan Xuraman bacım buradadır. Gene də Bakıdan Gülnarə bacım, Rasimin maması Xuramandır. Seymurun maması Gülnarədir. Asimin maması Xədicə bacımdır. Onların ataları da buradadır. Hər birinizə, Faiq müəllim, hamınıza təşəkkür edirəm. Çox sağ olun, var olun. Mən gözəl polis balalarım. Heç vaxt bizi tək qoymadınız. İstəyir buranın polisləri, istəyir Bakının. Hər zaman yanımdasınız, bizi tək qoymursunuz. Çox sağ olun, var olun, sizə təşəkkür edirəm. Bu gün mənim üçün ən ağır gündür. Həmişə bu günləri keçirdirdim. Amma Əziz bəyin arzusuydu ki, 28 yaşımda deyirdim ama mən nişanlanacağım. Bugünkü gün Allah hamımıza yenə də səbir versin, dözüm versin. Polislərimizi, hərbiçilərimizi qorusun, əskərlərimizi qorusun. Xəzər televiziyasından gəliblər. Onlar da sağ olsunlar gəlib. Əhməd ağa da sağ olsun, gəlib işıqlandırır. Hər zaman şəhid analarının, atalarının yanındadılar. Biz nə istəyirik ki? Bizə diqqət. Heç nəyə ehtiyacımız yoxdur. Çünki gör biz kimin balasının anaları yox. Mən fəxr edirəm oğlumla. Buradakı analar da balalarını itirsələr də fəxr edirlər. Çünki alınları açıqdır. O cür gözəl balaların analarıdır. Allah dövlətlər içində dövlətimizi qorusun, əmin-amanlıq eləsin. Əziz tədbir iştirakçıları, çox hörmətli analarımız,
Çox sağ olun. Hər birinizə təşəkkür edirik. Sizin çıxışlarınız, xüsusilə Fatma bacımın çıxışı, həqiqətən. Şahin müəllim də burdadır, üzrlük hesab edir. Yox, olur da adam həyəcanlı olur, diyorsan yaddan çıxır. Əlbəttə, burada iştirak edəndə mən sizin adınızdan, ailə adımdan da dedim, öz adımdan da, bütün o rayonumuzun döyüşçülərinin bir ictimai rəhbəri kimi hamının adından mən təşəkkür edirəm burada iştirak edənlərə, hər birinə. Allah canınızı sağ eləsin, var olun. İndi də bizim polis alayından gələn, bizim Əzbəy balamızın böyük yoldaşı olan Elşən qardaşıma çıxış vermək üçün söz vermək istəyirəm. Buyursun, gəlsin. Bəli, bu da Elşən qardaşımız da çox ağır yaralanıb, mənim kimi komada olub. Ramil'in, o da 8 polisdən biri, Ramil'in anası da buradadır, Gülaya bacı. Yəni, həyəcanlı oldum. Hə, o da buradadır, o da Sumqayıtda. Allah hamısının canını sağ olsun, gələn ayaqları var olsun. Yəni, tam arxayın olsunlar ki, mən həm də bir dindar kimi deyirəm ki, tam arxayın olsunlar ki, övladları cənnətdir. Hər kəsə salam olsun, gələn ayaqlarınız var olsun. Şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm. Hər kəsə təşəkkür edirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələrinə səbir, şəhidlərimizə rəhmət diləyirəm. Sağ olun. Təşəkkür edirik, Allah razı olsun. İndi də bizim qazi qardaşlarımız, bilirsiniz, burada həm 1-ci Qarabağ, həm Vətən müharibəsinin, həm antiterrorda iştirak edən bizim döyüşçülərimiz, qardaşlarımız, qazilərimiz iştirak edir. Bayaq dedim, bizim Qarabağ Əllərlə Qayğı Cəmiyyətinin hər 3 rayonundan sədrləri burada iştirak edir. Mən də onlara söz vermək istəyirəm. Buyursunlar bir-bir. Akşin qardaş Şirvan şəhərindən. Mən də hamınızı salamlayıram. Şirvan şəhərindən gəlmişəm. Abdullayev Akşin Aydınoğlu. Qarabağ Əllərinə Qayğı İctimai Birliyin sədri. Baş sədrimiz Fürdü Məmmədovun adından hamınıza başsağlığı verirəm. Şəhid analarımızın əllərindən öpürəm. Şəhid atalarımızın can sağlığı arzulayıram. Allah hamımıza səbir versin. Etibar qardaşımız 1-ci Qarabağ qazisidir. Canından keçib. Əzbəy balamız da oğlu getdi. Həm qazi oldu, sonra gəldi, şəhid oldu. Yəni bu böyük bir dərddir, nə bilim, necə deyim. Yəni böyük bir itkidir. Allah səbir versin sizə. Başınıza dönərəm. Etibar qardaşımız da Qarabağ Əllərinə Qayğı İctimai Birliyi Sabirabad şəhərinin sədr müavinidir. Sabirabadın sədri Şahin müəllim buradadır. Saatın sədri Nuri müəllim buradadır. Qarabağ Əlləri Qayğı İctimai Birliyi sədrləridir. Hamımıza səbir diləyirəm, şəhid anaları, əllərinizdən öpürəm, başınıza dönərəm. Şəhidlərimizi unutmaq olmaz, qardaşlar. Şəhidləri unudan insan özünü tanımır. Unutmaq olmaz. Onu müharibəni görən oğlanlar bilir. Yəni hamı da onu bilməlidir. Polis qardaşlarımız, siz hamımızı salamlayıram. Allah sizin köməyiniz olsun, var olasınız. Sizlər də olmasınız. Çox şeylər olar bu Azərbaycanda, yəni ki, özünüz bilirsiniz nə demək istəyirəm. Allah sizə də ömür versin, Allah sizə əskik eləməsin. Allah köməyiniz olsun, Allah ölənlərinizi rəhmət eləsin. Sağ olun, çox sağ olun, var olun. Analar, bir də sizin əlinizdən öpürəm, baş əyirəm qarşınızda. Allah köməyiniz olsun. Hörmətli tədbir iştirakçıları, mən də Saat rayonu qaziləri adından, şəhid ailələri adından, təmsil etdiyim Qarabağ Əlləri Qayğı İctimai Birliyi adından, başda etibar qardaşımız olmaqla bütün şəhid ailələri, ataları, anaları qarşısında baş əyirəm. Müqəddəs ata-anaları qarşısında baş əyirəm. Şəhidlər qəhrəmandır, amma qəhrəmanı yetişən valideynlər də ondan da qəhrəmandır. Biz birinci müqəddəs, necə bildiyimiz kimi müqəddəs anaları, ataları bilməliyik. Ondan sonra şəhid. Çünki onları dünyaya gətirib, onları yetişdirən məhz bu ataların, anaların sayəsində biz o qələbəni görmüşük.
Ona göre her birimiz onların karşısında baş eğmeye bozuluyor. Baş eğerim karşınızda. Baxıram, mən neçə ildir bura gəlirəm, görürəm ki, bu Sabirabad cəmaatı, Urazal cəmaatında böyük aktivlik mən müşahidə edirəm burada. Hamısı burada, başta polislərimiz olmaqla, şahidlərimiz, kənd əhli, hamısı burada. Və Faikmən də gözəl qeyd edəm. Qəhrəmana, şəhidə qiymət vermək özü böyük hörmətlə. Vətənpərvər məsələ buradan başlayır. Onlar ki, bunu təşkil edirlər. Mesela mən bilirəm ki, o verdiği kompozisiyanı yaradan şahitlərə nə qədər əziyyət çəkilir. Polislərimiz hörmətlə gəlib yanaşır. Bu tariximizdir bizim. Tariximizdə yaşadan qəhrəman media işçilərimizdir. Sağ olsunlar ki, bunlar da bizdən cınaq-cınağa da. Onlara da təşəkkürümüzü bildiririk. Bir daha mən öz adımdan, təmsil ediyim Qarabağ Əlləri Qarşıtma Birliğinin Satrayan filialı adından, qaziləri, veteranları, şəhid ailələri adına və rəhbərimiz hörmətli Hacı Fürdun müəllimin adından, Fürdun Məmmədovun adından hamımıza öz təşəkkürümü bildirirəm. Etibar qardaşım, şəhidimizin mövludu mübarək. Nə qədər ağır da olsa bu şərəfli gündür. Siz bəxşiləmişsiniz. Allah rəhmət etsin, Allah səbir versin. Sizin timsallı bütün şəhid analarına, atalarına Allah'tan səbir diləyirəm. Allah rəhmət etsin. Hamımıza təşəkkürümüzü bildirir. Sağ olun. Mən də bütün tədbirə gələnlər hamı salamlayıram. Mən Sabirabad Qarabağ Əlləri Cəmiyyətinin sədriyəm. Bütün şəhid analarına Allah səbir diləyirəm. Etibar qarışmada sənə sevirəm. Allah bütün şəhidlərimi rəhmət etsin. Məkanları cənnət olsun. Çox sağ olun. Hər üçünüzə təşəkkür edirik. Gələn ayaqlarınız var olsun. Sizə bütün ölürlər adından təşəkkür, bütün təşkilatın üzvlərinə bizim adımızdan təşəkkür ediyorum. Allah sizləri var eləsin, Allah canınızı sağ eləsin. Yəni mən məktəblərə keçmək istəyirəm. Çünki kiminsə sözü varsa buyursun. İstəyir, fərqi yoxdur. Kiminsə sözü varsa, istəyir polis nəfərlərindən, istəyir qonaqlarımızdan, müəllimlərimizdən, kənd cəmaatından, şəhidimizin qohum əqrəbəsindən, kim istəyirsə, Məyrəm əmi danışmaq istəyirsən? Yox, gəl bir iki kəlmə dedin. Etibar qardaşım nəsə. Ürəyə istəyir ki, sən də nəsə deyəsən. Məhərrəm qardaşım Budaqlı, qisas əməliyyatında Budaqlı İsmailin atasıdır. Hörmətli şəhid ataları, hörmətli şəhid anaları, ilk növbədə hamınızı salamlayıram. Bütün burada iştirak edən kənd cəmaatını, polis əməkdaşlarını hamınızı salamlayıram. Biz bu günləri məqamları ucadan da uca olan qəhrəmanlarımızdan biri, 44 günlük Vətən müharibəsinin iştirakçısı, döyüşçüsü, 2023-cü il antiterror əməliyyatında qəhrəmancasına şəhid olmuş polis əməkdaşımız, serjantı Əzbəy Muradovun doğum gününə yığışmışıq. Demək olar ki, biz bizim bu vətən uğrunda canından keçən qəhrəmanlarımızdan nə qədər danışsaq da azdır, nə qədər, necə deyərlər, axtarışıq da, izləsiq də onların necə döyüş yollarını axtarışıq da yenə də azdır. Çünki bunlar Azərbaycanın ərazi bütövlüyü uğrunda, Azərbaycan bayrağı uğrunda, Xocalı şəhidlərinin, bütün Qarabağ şəhidlərinin 1-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olunmuş analarımızın, bacılarımızın, qardaşlarımızın, hərbiçilərimizin qisasını alan bir oğullarından biri olan Əzbəy Muradovun ildönümünə yığışmışıq. Doğum gününə yığışmışıq. Əlbəttə, bu ağrı acını çəkən bu şəhidlərimizin valideynləridir, analarıdır, atalarıdır, yaxınlarıdır. Çünki Əzbəy Muradov həm 44 günlük Vətən müharibəsinin dediyim kimi, bildiyiniz kimi döyüşçüsü olub, sağ-salamat qələbəni başa vurub qayıtmışdı. Həm də 2023-cü ilin antiterror əməliyyatının necə deyərlər qurbanı olub. Orada qəhrəmancasına şəhid olub. Həmçinin onun kimi mən də etibar qardaşım kimi o övladdan o ikisini də mən yola salmışam. 44 günlük Vətən müharibəsində biri hərbiçi olub, gizir olub, kəşfiyyatçı diversant olub, biri də səfərbərliklə yola salınan bir gidimiz olub, belə deyək. O həyatı yaşayan qardaşım etibardan ki, mən də o həyatı yaşamışam. Bütün burada şəhid anaları, şəhid ataları hamısı yaşayıblar.
Düzdür, çətindir. Biri var, necə deyər, bir evladın o döyüşdə iştirak edir, biri var ikisi. Yəni, əlbəttə çətindir. Amma buna baxmayaraq, mənim də oğlum sağ-salamat gəlmişdi. 4 günlük vətən müharibəsində. İkisi də sağ-salamat gəlmişdi. 2022-ci ilin qisas əməliyyatında 12-sindən 13-nə keçən gecə o qızğın döyüşdə qəhrəmancasına şəhid olmuşdu. Yəni, artıq bizim övladlarımız bu Azərbaycanın ərazi bütövlüyü uğrunda, Azərbaycanın bayrağı uğrunda, bütün şəhidlərimizin, Qarabağda bütün əziyyət çəkən əsərlərimizin, necə deyirlər, şəhid olmuş bacı qardaşlarımızın, necə deyirlər, biz Azərbaycan xalqının bütün nümayəndələrinin qisasını aldılar. Azərbaycana böyük bir töhfə verdilər, Azərbaycana böyük bir sərvət verdilər. Və bu günləri bizim burada rahat durub danışmağımız, rahat durub bu tədbirin aparılmasında elə belə deyildir. Bugün o şəhidlərimizə borcluyuz, çünki qazilərimizə borcluyuz, çünki onlar öz necə deyərlər, fədakarlığına, döyüşçü, necə deyərlər, əməliyyatları keçirdə, bütün Qarabağdan erməni qəsbkarlarını, erməni millətini qovub çıxartdılar. Artıq Azərbaycan tam suveren bir ölkə kimi bütün ərazisini tanıyır. Biz tanıyırıq. Mən bundan sonra Azərbaycan xalqına xoş günlər, xoş firavan günlər arzu edirik. Bax, bugün bizim gələcək nəsillərimiz, burada məktəblər iştirak edirlər. Bu məktəblərin gələcəkdə yaxşı qəhrəmancasına yetişmələri üçün böyük bir, necə deyərlər, töhfə var bizim şəhidlərimiz tərəfindən. Onlar şəhid olmasına heç kəsə arzulamırıq. Heç bir ailəyə, heç bir, necə deyərlər, evə şəhidlik arzulamırım. Evlad iskisi arzulamırım. Bu da bizim bu uşaqlarımız, gələcək nəsil öz adlarına, öz sanları ilə, təhsilləri ilə, necə deyərlər, bütün sahələrdə demək, necə deyərlər, uğurlar qazanan bir gələcəkdə bir övladlarımız olsunlar. Allah Teala bizə düşman bəlasını, müharibəni qismət eləməsin. Çünki düşman başımızın üstündədir həmişə. 200 il bundan qabaqdan bizi bəyəri, ermənilər bizim xalqın başına müsibət oyunlar açıblar, müsibətlər gətiriblər, necə deyərlər. Yəni biz yatmamalıyıq, biz durmamalıyıq ki, artıq müharibə qutarıb, biz gedib rahat otura bilərik. Çünki ölkə üçün gələcəkdə də güclü hərbçilər yetişdirmək, güclü oğullar yetişdirmək, polislər yetişdirmək, vətəni qoruyan bütün dövlət orqanlarının yetişdirilməsində bizim, necə deyirlər, şəhidlərimiz bu dövlət üçün azad bir həyat qismət elədi, getdilər. Gələcəkdə də bizim övladlarımız həmin o yolu davam elətdirsinlər. Allah da bir də yenə təkrar edirəm ki, bizim ölkəmizə müharibə qismət eləməsin. Müharibə ağır bir dərddir, ağır bir bəladır. Bundan sonra bütün Azərbaycan xalqına xoş və firavan günlər arzu edirəm. Çox sağ olun, çox var olun. Allah razı olsun, çox sağ olun. Mən çox danışıb vaxtı almaq istəmirəm, çünki məktəblərə görə narahatam. Məhərrəm əmi dedi. Ben dedim axı kim ürək istəyir. Buyursun Əmir, buyurun. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Ben dedim kim ürək istəyir, buyursun. Bütün tədbir iştirakçılarının hamısını salamlayıram. Polis əməkdaşlarını salamlayıram. Ben de Hüseyin Nizar Adiloğlu'nun asasıyam. Şəhidlər haqqında çox danışmaq olar. Mən belə mübarək danışıram. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə şəfa versin. Əsər balalarımızı Allah özü qorusun. Ben 2 kəlmə şiirlə sözümü bitirirəm. Çox çəkmişəm, üstə kədər, dünya səndən incimişəm. Yaşamağım olub hədər, dünya səndən incimişəm. Ciyərimi yarı etdin, ürəyini parı etdin. Gündüzümü qarı etdin, dünya səndən incimişəm. Yaman kəssin kələyimi, yıxdın arxa dirəyimi, yerə vurdun küləyini, dünya səndən incimişəm. Yəni yenə deyirəm, Allah bütün şəhidlərimizi rəhmət eləsin. Şəhid
balalarım benim senden çok çetindir. Bunu şu valideyimle, şehit valideyimlerim benden yaktılar. Yine diyorum Allah şehitlerimizi rahmet eylesin. Gazilerime şafi ol versin. Asker balalarımızı Allah gözü korusun. Sağ olun, dikkatiniz gören minnettarım. Evet, çok sağ olun. Allah sizden razı olsun. Allah cəmi şəhidlərə rəhmət eləsin. Bəli, dünyadan elə inciməyə dəyər. Bu, həqiqətən də Allah Quranında da deyir, Peyğəmbərimiz, imamlarımız, alimlərimiz, bilənlər, hamı deyir ki, bu dünyaya etibar etmiyor. Bu dünyadan incimək olar, küsmək də olar. Əsas odur ki, bizim ahirətimiz abad olsun. Mən həmişə arzu edirəm, çıxışlarımda deyirəm, Allah siz şəhid valideynlərini cənnətdə övladlarınızla bir yerdə məqamda qərar versin inşallah. Bizim birinci Qarabağ şəhidlərimizin də qovma qrabəsi buradadır. Əgər daşqın bizim qəhrəman daşqınımızın qardaşı Elman müəllim buradadır. Söz istəyirsə, buyurub danışa bilər. Danışmaq istəyirsə. Allah cəmisinə rəhmət eləsin. Yəni, yenə deyirəm, biz ayrı seçkilik eləmirik. Birinci deməkdə məqsədim odur ki, bilsinlər ki, heç vaxt bir-birimizi unutmamalıyıq. Allah dərgahında əgər şəhid, Allah şəhidə fərq qoymursa, biz də qoymamalıyıq. Bu gün də mən sevindim ki, birinci Qarabağ şəhidinin anası da burada iştirak edir. Qonaq gəlib, çox sağ olsun. Yəni, o da bilsin, hamı da bilsin ki, biz onları heç vaxt ayrı salmırıq. Həmişə yadımızdadılar. Mən özüm Facebookda dostluğumda olanlar bilir. Bugün də ikisini paylaşmışam. Hər o ad günləri gələndə doğum günlərini mən seçib qoymuşam. Hər birini Sabirabad üzrə şəhidlərimizin, birinci Qarabağ şəhidlərinin ad günlərin şəkilləri ilə birgə paylaşıram ki, onlar heç vaxt unudulmasın, yaddan çıxmasınlar. Allah sizləri var eləsin, Allah gələn ayaqlarınızı var eləsin. Mən indi sözü vermək istəyirəm bizim əzizimiz gül balalarımıza, məktəbli balalarımıza. Yaxın gəlin. Yaxın gəlin. Yox, bura boşdur, onsuz. Gəlin yaxın. Orada ola bilsin mikrofon fon verir. Orada dursunlar. Kalon kan qabağında dursun. Mən Əziz bəyin işığına, nuruna toplaşan bütün tədbir iştirakçılarını bütün yaşlılarım adından salamlayıram. Amma salamın ən dəyərli ünvanı bu gün şəhidimizin, vətən sevdalısı, vətən oğlu Əziz bəyin anası və atasıdır. Bizim üçün örnək valideynlərimiz. Sizə Əziz bəy Sevimli adından təşəkkür etmək istəyirəm. Ona görə ki, o cür oğul tərbiyə edib vətənimizə, dövlətimizə təhvil vermişdiniz. Biz sizlərə nə desək, nə söyləsək, cümlələrimiz sönük, sözlərimiz aciz olacaq. Vətən oğlu adını qazananlardan biri olan Əziz bəyin keçdiyi həyat yolu sanki biz şagirdlər üçün bir məktəb oldu. İstər tərbiyəsi, əxlaqı, istərsə də vətənpərvərliyi ilə biz onu həmişə özümüzə nümunə sayırıq. İncə qəlbə, incə ruha sahib olan şəhidimizin bir çox ifaları yaddaşımızı əbədi hiss salsa da, incə belli ifası sanki onun ruhunun incəliyini, qəlbinin saflığını, zehniyyətinin, düşüncəsinin paçlığını, dürüstlüyünü, gözəlliyini bütün incəliklərinə qədər üzə çıxardı. Bəli, o həqiqətən də belədir. Şəhidlərimiz qan, can pahasına torpaq uğrunda savaşdılar. Amma ölümsüzlük və ölməzlik kimi bir anlayışların olduğunu bizlərə bir daha dərindən sübut etdilər. Onlar əbəd yaşar, unudulmaz oldular. Onların ruhları bugün çox xoşbəxtdir. Çünki dövlətimizin, xalqımızın, millətimizin, el-obamızın tükənməz sevgisini hər an hiss edirlər. Bu sevgilər bəşəriyyət var olduqca bitməyəcək, tükənməyəcəkdir. Əksinə o müqəddəs torpaqlarımızda aparılan quruculuq işləri, açılan abidələr, istifadəyə verilən evlər,
Orada hər dəfə səslənən dövlət himnimizin sədalarındakı qürur, vüqar hissini dönə-dönə yaşamaq, görmək, bizdə şəhidlərimizə olan minnətdarlıq hissini bir əmin artırır. Başımızı dik tutan əziz, dəyərli valideynlərimiz, minnətdarlığından sizin də balalarınıza ölçüyə sığmayacaq qədər pay düşür deyə, siz hamıdan üstün, hamıdan dəyərlisiniz. Sizin üçün mən bütün şagirdlərimiz adından çox sağ olun deyirəm. Sağ olun ki, bizə fəxrimiz olan Əziz bəyimizi vətənimizin oğlu kimi adlandırmağı nə qədər çətin olsa da şərəfinizlə yaşatdınız. Tarix heç zaman unudulmur. Hər bir şəhidimiz, onların həyatı da bizim üçün bir tarixdir, bir kitabdır deyə biz heç zaman onları unutmarıq. Vətən sağ olsun, qəlbiniz bundan sonra inciməsin, qırılmasın. Qarşınızda baş əyirik. Mənim bu danışacağım şeir Şəhid Muradov Əziz bəyin xatirəsinə həsr olunmuşdur. Toy umurduq, yas verdin, polis bala Əziz bəy, tarix bizə dərs verdi, şəhid bala Əziz bəy. Şadan gəldi səsin, düşmənlərin öldü sənin, yaxandakı cüt-cüt medal, zəfərin oldu sənin. Düşmənlərin gizli yerdə durdu sənin, gözlərini 17 gün yumdu sənin, gülər üzün yaman yerdə soldu sənin, polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Tabut üstə xonçaların məzarıva getdi sənin, cansız ağacda xələtin, bayraqdan oldu sənin, polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Yatdığın yer cənnət olsun, çiynində mələklər dursun, yuxuların şirin olsun, polis bala Əziz bəy, şəhid bala Əziz bəy. Mən şəhidəm, ölməmişəm, şəhidlər ölməzdir axı, ölməmişəm, yaşayıram, dönüb vətən torpağına, torpağıma qarışmışam, sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm, külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu dünyadan, ruhum hər an sizinlədir. Kim ki məni arzulayır, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm, şiirlərdə, qəzəllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm, Qarabağın dağlarında sək olub açıram mən. Mən şəhidəm, ölməmişəm, günəş kimi vətənimin sabahına parlaq işıq saçıram mən. Mən şəhidəm, ölməmişəm, şəhidliyə ucalmışam. Yerim cənnət, nə olsun ki cismim köçüb bu dünyadan. Nə qədər ki var bu millət, nə qədər ki var bu dövlət, necə ki xalq şəhidinə qoyur hörmət, demək unudulmamışam, demək hələ yaşayıram. Düşün məni, dinlə biraz, minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman. Düşmənə dirənən aman, o ordunun məhdəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarətli, o mürd duruş. Kimsə tez unudulmuş, o hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Görüşünə gəlmişəm, otağımda xan şəhid. Olub gözlərimi yandırıb yaxan şəhid. Şuşaya qonaq gedən, Şuşanı azad edən, sən ruhu utmuş bədən, mən ruhsuz bir can şəhid. Ananın bir çırağı, qeyrət oldu yarağım. Şəhiddir solum, sağım, günəş doğur dan şəhid. Qarabağa can dedin, düşmən divan dedin, gülüşünü, sözünü
vətənə qurban şəhid. Sən mənim qürur yerim, ürəkdə vurur yerin. Torpaq sevgin nədərin, qisası coşan şəhid. Ocağım, pirim, qalam, rahat yat mənim balam. Anasına söz verib, sözünü tutan şəhid. Cənnətdəki ad günün, vətəndə azad günün, zəfər günün, şad günün, mübarək olan şəhid. Bugün şəhadətə yüksəlmişəm mən. Tək bölünməsin, qoy ana vətən. Ruhum sizinlədir, köçübdür bədən. Qəhrəman deyirlər sənin oğluna, fəxr eylə ağlama. Fəxr eylə oğlunla ağlama ana. Şəhidlik ən uzaq zirvədir inan. Bunu təsdiq edir müqəddəs Quran. Mənə əl çatmaz zirvədə duran. Fəxr eylə oğlunla ağlama ana. Vətəni canımdan üstün bilmişəm. Xalqım tərəfimdən mən sevilmişəm. Türkəm bir ölmüşəm, min dirilmişəm. Fəxr eylə oğlunla ağlama ana. Xalqıma son sözüm budur nəhayət. Ailə və torpağım sizə əmanət. Yine candan can ayrıldı, şehidin var Azerbaycan. Vətən sağ olsun deyin, igidin var Azerbaycan. Biz bu torpağa qan dökmüşük, şəhid verib diz çökmüşük. Çandısınlar biz ölmüşük, igidin var Azerbaycan. Əziz bəy, şəhadət qismətin imiş. Sən demə məkanın cənnət imiş. Qarabağda savaş talehin imiş. Nə çox dərdin sərin var şəhid qardaşım. Nələr yaşamsan şəhid qardaşım. Salam şəhid anası, mən də sənin bir balan. Olmasam da qəhrəman, Şuşan Kəlbəcər ala. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Vətənin keşiyində məğrur dayandı. Gecəni gündüzü dönən şəhidlər. Doğma yurdu Azərbaycan, qəlbində səsləndi dönən şəhidlər. Xocavənddə gəldi şəhid xəbəri. Göründü Seymurun Asimin yeri. Seyfinin, Xəzərin, ölməsin əri. Adınız dillərə dastan şəhidlər. Siz söhbət açın mədliyindən. Əziz bəy Rasimin igidliyindən, Ələsgərin Raminin şüayətindən adınız dillərə qalan şəhidlər. Raziyə hər zaman güvəndik sizə, fəxrlə yanaşdı əqidənizə. Siz örnək oldunuz güvəninizə, meylini göylərə salan şəhidlər. Unudulmaz polis xidmətlərində, hər zaman qanunun tabeliyində, təslim olmayaraq rütbələrində vermədi düşmana aman şəhidlər. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa. Çox sağ olun uşaqlar. Allah sizi xoşbəxt eləsin. Allah gələcəyimizi firavan eləsin inşallah. Elimizi, obamızı qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Burada bizim Əziz bəy balamızla yanaşı Akçin balamız da uyuyur. Onun anası da buradadır. Atası rəhmətə gedib Şirvan əmi. Allah cəmi o şəhid valideynlər ki, rəhmətə gedib, hamısına rəhmət eləsin. Övladları ilə eyni məqama çatsınlar. Bizim Ulacaldan olan qazimiz Akif balamız da o bilirsiniz ki, faciəli şəkildə dünyasını dəyişdi. Bu Kəlbəcərdə də döyüşüb, bu çox böyük döyüş yol keçib və ağır yaralanmışdı. Onun atası burada da, Səbahət də burada iştirak edir. Allah razı olsun hər birinizdən, hamısına Allah rəhmət eləsin. Və sözü olan yoxdursa, mən yekun sözü Etibar qardaşıma verim və da o şəhidin atası kimi özünün sözünü desin. Müəllimə danışmışsın.
Əziz və hörmətli tədbir iştirakçıları, mən də ilk öncə şəhid valideynləri, şəhid ailələri başda olmaqla bütün qonaqlarımızın hamısını salamlayıram. Onlara Allah'tan möhkəm can sağlığı arzulayıram. Allah dövlətimizi qorusun, bütün şəhid balalarımızın məqamını uca eləsin. Bizi burada işıqlandıran kameramanlarımız var. Burada Ələddin qardaş, hamımıza təşəkkür edirəm. Var olasınız. Burada məktəblərimiz, maarifləndirmə işi bizim şəhid balalarımızın həmişə maarifləndirmə əsas işlərindən biri bizim məktəbimizin boynuna düşür. Həmişə də onlar məsuliyyətlə öz işlərini yerinə yetirirlər. Elə ona görə də Ulacalıkən orta məktəbinin Nail müəllim başda olmaqla bütün kollektivinə öz təşəkkürümü bildirirəm şagirdləri ilə qarışım. Yəni burada bu günləri bilirik ki, ziyalılar iştirak edir. O səbəbdən də bizim rayonumuzun rəhbəri, yəni gəldi burada iştirak elədi. Bütün rayonumuzun rəhbər kişilərinə elə mən onun timsalında hamısına can sağlığı arzulayıram, təşəkkür edirəm ki, onlar Əzbəy balamızı unutmadılar, gəldilər, yad elədilər. Yəni bizim yanımızda oldular. Mən də Faiq qardaş, elə sizə təşəkkür edirəm. Bax burada elə yanımda duran qazilərimizə, bütün qazilərimizə Allah şəfa versin, veteranlarımızı qorusun. Bunlar, yəni burada Rəhman qardaş, yəni söz danışdı burada, bilmirəm. Yəni bizim Əhədov Cavid şəhidimizi o Rəhman qardaşımız çıxardı. Füzuli rayonunda, Zərgər kəndində şəhid olub. Yəni təşəkkür edirəm ki, Rəhman qardaş özün də gəl bura. Mən borc bilirəm ki, çünki Daşqınla Cavid mənim yanımda döyüşüblər. Daşqını sonra gəldilər, apardılar Ağdama snaperlə. Yəni ona görə də elə o şəhid valideynlərin hamısının qarşısında elə mən də baş əyirəm ki, yəni o cürlə evlatlar böyüyüb prezidentimizin dəmir yumruğuna yollayıblar onu cəbhəyə. Yəni o gözümüz qalan torpaqların hamısının neçə illərdir biz zülüm çəkə-çəkə 88-dən bəri bizim o ala bilmədiyimiz torpağı onlar ölkə başçımızın sayəsində elə bir yuxu idi bu. Yəni heç kimin ağlına gəlməz bir dərəcədə onlar bizim torpaqlarımızı aldılar. Mən ona görə də ölkə başçımıza can sağlığı arzulayıram ailəsi ilə bahəm. Ona nə qədər dəstək olan dövlət işçiləri var, onlara da can sağlığı arzulayıram. Allah dövlətimizi qorusun, şəhidlərimizin məqamını uca eləsin, qazilərimizə şəfa versin, veteranlarımızı qorusun. Çünki bu azad həyatı yaşamaqdır, onlar bizə bəxş edir. Biz də yoxsa başqa dövlətlər kimi, yəni biz də qalardıq sərgəndar. Allah bu bütün balalarımızın, yəni sağımız, solumuz hamısı şəhidlərimizdir. Yəni biz həmişə deyirəm ki, mən belə deyirəm, Azərbaycan şəhidləri ataları adından, anaları adından, nə bilim mənə, ziyalılarımız adından, o gənclərimizin, o şəhidimizin anası deyir, canavarlarımızın adından deyirəm ki, Allah o şəhidlərimizin məqamını uca eləsin, onların qarşısında biz baş əyirik. Hamımız ki, o soyuq torpağın altında onlar yatıb, ancaq biz burada məsələn onları qeyd edirik. Ancaq onların da ruhu görür ki, biz onları yaddan çıxartmırıq. Burada tək Əzbəyin mövludu gedmir. Burada bütün şəhidlərimizin mövludu gedir. Düz 18-ci illərdən bərdən deyərəm ki, bütün nağada Azərbaycanımızın şəhidləri var. Mənim yəni ki, bildiyiniz kimi atam da müharibəli olub, ikinci qrup müharibə olub, bir qolu olmayıb. Onun qolunun evimizə gəlirdilər, qaşıyırdılar. Yəni indi yaşlı nəsil bilir o şeyləri. Yəni bu balalarımıza yenə də can sağlığı arzulayıram Allah'tan. Allah hamısını var eləsin. O gün olsun, o gənc balalarımızın hamısını Allah toy qismət eləsin. Onların toyun görək. Bu ölkəmizə əminamanlıq həmişə qismət eləsin. Şahin müəllim, Nuri qardaşım, Pişrət qocam, Faiq qardaşım, mənim nağada işləyən şəhid ataları var. İslam qardaş da yəni bizim döyüşlərdə həqiqətən də canla döyüşən qardaşlarımızdan biridir. Özü də Qarabağ müharibəsi qazisidir. Yəni can sağlığı arzulayıram ki, sağ olsun. O bizi heç vaxt tək qoymayıb. Yəni burada mənim Mir Məhəmməd Qazi qardaşım da iştirak edir. Yəni elə o da
Əzbəygillə bir çiyinciyinə döyüşən oğlan olub. Ona görə də təşəkkür edirəm onların timsalında. Var olasınız. Çox sağ olun. Hamınızdan razıyam. Var olasınız. Allah bax bu kəndimizin, elimizin, obamızın hamısının həyətinə şadlıq qismət eləsin. Nə qədər sahib bura. Biz valideynləri sahib bura. Balalarımıza qiymət verib, dəyər verib, gəldiklərinə görə hamınıza təşəkkür edirəm. Xüsusən bax o alayın komandiri Pir İbrahim müəllimə öz təşəkkürümü bildirirəm. Daxili İşlər Naziri Vilayət müəllim başda olmaqla bütün güc strukturuna mən öz təşəkkürümü bildirirəm ki, onlar bu əsayişimizi qoruyub, bu əmin-amanlığımızı qoruyub, bizi azad yaşamağımızı elə təmin edirlər. Allah hamısına can sağlığı versin, var olasınız, çox sağ olun. Çox sağ ol, Etibar qardaş. Allah sağ olasın. Bununla da tədbirimizi yekunlaşdırırıq. Və gələn ayaqlarınız var olsun. Bir daha deyirəm, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Hacımız da bir sonda Fatihə versin, yekunlaşdırın. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Azərbaycanın suverenliği, ərazi bütövlüyü uğrunda, vətən uğrunda canlarından keçən əziz şəhidlərimizin ruhları üçün El-Fatiha. Allah